Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahda sizə 5 aprel tarixində 9-cu sinifə aid olan buraxılış dimin buraxılış testlərinin izahına baxacağıq. İlk olaraq mətn dil qaydasına baxaq, daha sonra mətnlərin izahına baxacağıq. Baxaq bir-bir testlərin izahına. Test biraz ola bilsin yazılıdır, səviyyəsizdir. Sadəcə mənə hazırlaşan şagirddir. Dedim tez bazar mənə atsın, izahını verim. Nümunələrin təhlilində əsasən cədvəldəki uyğun fikirləri istəyir. Mətni mən oxumuşam cümləni, gəlin variantə baxaq. Hər iki misrada ismi birləşmə işlənmişdir. Adicə qırış, ismi birləşmədir. Andaşı qırış, ismi birləşmədir. İstirap yollarıdır. İkinci növdə ismi birləşmədir. Bəli, bir olmayanları sildik. İkinci misradakı isimlərin ikisi həm hal, həm mənsubi şəkildə qəbul edib. Hal və mənsubiyyət xalqının hal və mənsubiyyəti, amma iki dənə görmürəm axı mən, bir dənə görürəm. İki olanları da sildik, cavab ilə bir dəqiqə yox, tam baxaq. Birinci misradakı isimlər eyni haldadır. Qırışlar adlıqdır, adicə qırış, qırışda adlıqdır. Üç də düzdür. İkinci misrada ismi xəbər söz birləşməsi falan olur. Bəli, bu düzdür, bizə yanlış lazımdır. Ona görə götürməyəcəyik. 4 getirəcək qaldı. Birinci misrada həm baş, həm də ikinci də üzvü izah edən təyinlər işlənmişdir. Alandaşı qırış mübtədanı izah edib, adicə qırış yenə xəbəri izah edib. Burada ikinci dərəcəli üzvü izah edən təyin yoxdur. 5 götürəcəyik, yəni səhvdir. 6-ya bax, nümunədəki sifətlər azaltma dərəcəsində xeyr, hamısı adi dərəcədədir. Baxaq növbəti suala. La-nın işlənmə məqamlarının düzgün uyğunluğunu müəyyən edin. Səfi dayı qonaqlıqda Hüseynlə qoşmadır. Rizvanla Qədir, Rizvan və Qədir bağlayıcıdır, həm də sonunda cəm var. Elə şərq ölkələri var ki, oraya günəşlə Lalə qoşmadır. Ertəsi gün həvəslə zərf düzəldən şəkilçidir. Burada müvəffəqiyyətlə zərf düzəldən şəkilçidir. Cavab C variantı. Səhv yazılmış sözü istəyir. Çinküdurət sözü burada i yox, ü yazılmalıdır. Ona görə elə cavab deyildi. Sadəcə başqa burada elə çətin bir səhv yazılan bir söz yoxdur. Defsə yazılmalı normaldır və ü ilə yazılır. Çinküdurət. U'dur. İkinci u'dur, birinci ü'dür. 30'a baxaq. Sual şəxsin yerinə yazılsa düzəltmə söz alınır. Burada çox rahat bir sualdır. Gülçülər cavab A-dır. 30'da yalnız baş üzvlərdən ibarətdir. Nəriman şəhərdə yer zərfliyi var. Kinodan sonra zaman zərfliyi var. Əqrəb qorxulu həşəratı necə təyin var. Bu il zaman zərfliyi var. Həkimdir kim? Sizin qonşunuz bu mübtədadır və yalnız baş üzvdür. Fərid sinifdə hamıdan kiçikdir. Kiçik də sifətdir də, xəbər sifətlə ifadə olunmuşdur. Bir dəqiqə. Hansı nümunədə ilk söz yalnız kitab kimi düşünülə bilər? Burada məsələn Sabir, Orxan və Turaz və Orxan, Turaz və Anarla danışılsın. Sabir, Orxan, Turaz və Anarla danışılsın. Həm həmcins kimi, həm də xitab kimi hamısını elə düşünə bilirəm. Bir dənə Y-də Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Burada Laləyə xitab edir. Əgər siz desəz ki, Lalənin həmcins mübtəda kim götürək, amma burada dadə bağlayıcısı yoxdur. Ona görə cavab Y-dir. 34 rahat sualdır. Siz oxuyun. Əmr şəkildir. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Razılıq etsin xəbər mürəkkəb feildir. B getdi. İşarə əvəzi təyin ifadə vasitəsi. Elə adamlar, necə adamlar düzdür. Hər iki tərkib hissəsində tamamlıq var. Adamlarla, onlardan düzdür. Əvəzi ilə ifadə olunmuş mübtəda işlənmişdir. Əvəzi ilə ifadə olunmuş mübtəda hamı. Bir dənə yerdir ki, hər ikisi müəyyən şəxsidir. Şəxsiz deyil. Ümumi şəxsi deyil. O yalnız şəxs əvəzi kimi düşünülə bilər. Bəli, cavab elə A-dır. O içəri girib baş əyir. Kim o? Vergi qoyulmalıdır. Amma o birislər həm təyin kimi, həm də ki, mübtəda kimi düşünülə bilər. Yəni, həm işarə əvəzi, həm də şəxs əvəzi kimi düşünülə bilər. Bundan sonra mətn testlərin izahına baxacağıq.